gelleler och dediler: "Gey padişahligine kim var kesten beyikterdir?" İsa bir uşağı ez yanına çağırdı o onu ortaya getirdi ve dedi: "Gerçeğini size deyirəm ki, ta dəyişilməyəyiz o uşaqlarla ayn olmayayız, heç zaman gey padişahligine girməyiz." Hər kəs ezini bu uşaqla ayn gengel alçağıda gey padişahligine ayn beyik adam olar. Hər kəs ki bir belə uşağı mənim adımla qabul edə, məni qabul edir. Amma hər kəs bais ola bu küçüklərin biri ki mənə iman vare günah edə, onun çe yeyterdir ki bir beyik dəyirman daşı boynuna asılayı deryanın əmiqligine atıla və boğula. Vay dünya halına vesveseler səbərəsinə ki adamları günaha atir. Elbət ki vesveseler olar. Ama vay o adam halına ki vesvese onun tərəqindən gəl. Əgər əlin ya qıçın səni günaha atir, onu kəs o ya ziyad. Sənin çe yeyterdir fəlc ya da axsaq əbəd zindəliyə gedəyin. Ta bu ki 2 el ya da 2 qıçla əbəd o tçına atılayın. Əgər gezin səni günaha atir, onu çaxard ya ziyad. Sənin çe yeyterdir ki bir gezenen əbəd zindəliyə gedəyin. Ta bu ki 2 gezenen cəhənnəm otiçına atılayın. Gezləyiz bu küçüklərin heç birini həqir saymayayız. Çünkü size deyirəm ki geydə onların ferişteləri mənim geydəy boğamın izini həmişə gerirlər. Çünkü insan oğlu gəlmiş ta laylananı nicat verə. Siz nə fikr edirsiniz? Əgər bir kişinin izdana qoyunu olayı, onların birisi yoldan çıxa, biyə bu kişi o 99 dana qalan qoyunu dağda villetməz ta gedə o yoldan çıxan qoyunun quluncana gəzən. Və əgər onu bulsa, gerçeğini size deyirəm, o bir dana qoyun içi artıq xoşallı gedər ta o 99 dana qalan qoyun içi ki yoldan çıxmadılar. Ələ belədir, mənim geydəy boğamın sədiqə deyil ki, bu küçüklərin birisidir halak olar.